Salam, mənim adım Xəyal Qocayevdir. Bu gün sizinlə yaxşı ingilis dili müəlliminin 3 əlamətindən danışacağıq. Birincisi, yaxşı ingilis dili müəllimi ingilis dilini yaxşı bilir. Hətta əla bilir. İkincisi, yaxşı ingilis dili müəllimi ingilis dilini necə tədris edəcəyini bilir. Yəni, bilmək kifayət deyil. O dili necə öyrədəcəyini də bilməlisən. Və üçüncüsü, yaxşı ingilis dili müəllimi insan psixologiyasını, tələbə psixologiyasını yüksək səviyyədə bilir. Yəni, sadəcə olaraq iddia etmir, bildiyini iddia etmir, həqiqətən bilir. Çünki mən tez-tez elə insanlara rast gəlirəm. Nəinki müəllimlərə, deyir ki, mən insanları çox yaxşı tanıyıram. Bir baxdım mı, bilirəm o insan necə insandır. Bu, psixologiya biliyi deyil. Psixologiya biliyi oxuyaraq əldə edilir. Bu videoya baxdığınıza görə, demək ingilis dilini öyrənirsiniz, ingilis dilini öyrənməyə qarşınıza məqsəd qoymusunuz. Ümid edirəm ki, bu 3 əlaməti özündə birləşdirən bir müəllimlə rastlaşarsınız. Salamat qalın. Bütün işlərinizdə uğurlar arzu edirəm.